Qubadlı şəhəri Bəhmən Mehdiyev adına 2 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təntənəli bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Bayram tədbirini məktəbin direktoru Rəhminə Mehdiyeva açaraq iştirakçıları salamlayıb və uşaqları bayram münasibəti ilə təbrik edib. Tədbirdə çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Qubadlı rayon təhsil sektorunun müdiri Müşfiq Hüseynov uşaqları təbrik edərək onların hərtərəfli inkişafı üçün bu cür tədbirlərin vacibliyini vurğulayıb. Qubadlı rayon təhsil sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov da çıxışında uşaqlara sağlam, bilikli və vətənpərvər fərdlər kimi yanaşılmasının vacibliyini qeyd edib. Tədbirin ən yadda qalan hissələrindən biri şagirdlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyalar olub. Kompozisiyada vətən, sülh, dostluq və uşaq sevgisi mövzularında şeirlər səsləndirilib, musiqi nömrələri və səhnəciklər təqdim olunub. Səhnəciklərdə şagirdlərin aktyorluq bacarığı, fikirlərini ifadə etmə qabiliyyəti və emosional çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Məktəb rəhbərliyi və pedaqoji kollektivin fəaliyyətinin səmimiyyəti, uşaqlara olan sevgisi, onların inkişafı üçün göstərdiyi dayanmadan səyləri xüsusi qeyd olunmalıdır. 2 nömrəli məktəb yalnız təhsil ocağı deyil, həm də əsl milli tərbiyə məkanı kimi formalaşıb. Daha sonra uşaqlar müxtəlif rəngli kağızlara gələcək arzularını yazaraq arzular lövhəsinə yapışdırıblar. Onların hər biri xoş gələcək, əmin-amanlıq, bilik və uğur dolu arzularla çıxış edib. Müəllimlər isə şagirdlərin arzularını səsləndirərək onların reallaşması üçün hər zaman dəstək olacaqlarını bildiriblər. Tədbir zamanı biz bir yerdə güclük şüarı altında rəngli əllər aksiyası keçirilib. Bu aksiyada uşaqlar əllərinə rəngli boya vuraraq ağ kağız üzərinə öz əl izlərini qoyublar. Bu simvolik jest birlik, dostluq və həmrəylik ruhunu ifadə edib və tədbirin əsas ideyasını uşaqların güclü gələcək naminə bir arada olduğunu bir daha nümayiş etdirib. Kompozisiyalarda səslənən hər bir misra, hər səhnə, hər musiqi nömrəsi uşaqların ruh dünyasını, onların arzularını və saf duyğularını əks etdirib. Bu kompozisiyalar eyni zamanda məktəbdə aparılan yüksək tərbiyə işlərinin uşaqlarda vətənpərvərlik hissinin necə uğurla formalaşdırıldığının bariz nümunəsi olub. Şagirdlərin öz bacarıqlarını sərbəst ifadə etməsi, səhnəyə olan inamla çıxış etməsi, onların dərsdənkənar fəaliyyətlərə necə maraqla qatıldıqlarını da nümayiş etdirib. Ədəbi bədii kompozisiya təkcə bir səhnə təqdimatı deyil, həm də bir təbliğat idi. Sülhə, birlik və gələcəyə inam təbliğatı. Bu hissə tədbir iştirakçılarında həm qürur, həm də ümid hissi oyadıb.